Yeni gündə hər birinizi ayrı-ayrılıqda salamlayıram. Mənim dəyərli izləyicilərim, gözəl xanımlar, nətərsiz? Allaha şükür ki, yaxşısınız. Məni soruşsa, şükür, mən də yaxşıyam. Allah hər birinizdən razı olsun. Arzunun mətbəxinə də çox xoş gəlmisiniz. Bugün yeni bir video ilə qarşınıza gəlmişəm. Bugün mən plov pişirmək istəyirəm. Fikirləşdim ki, bu plovu elə gözəl izləyicilərimlə də bölüşüm. Nə xoş mənə ki, oturub inşallah izləyərsiniz rahat-rahat. Xanımlar, bugün mən ləvəngi plovu eləyəcəm. Bizim bir ədəd burada çolpamız var. Kət çolpasıdır. Mən bunu qəşəng təmizləmişəm. Bir balaca pörtlətmişəm, duzun vurmuşam, isyotum vurmuşam. Hazır. Dedim, vaxtımız getməsin, həmişəki kimi. Mənim dəyərli, gözəl izləyicilərim. Burada qalıbdır sizlə bölüşməyim nə? Ləvəngimizi hazırlamışam. Zaten bunu hamı bilir. Burada 3 ədəd qırmızı baş soğandır, 400 qram qoz ləpəsidir, 3 xörək qaşığı da göyəm turşusudur. Bu bizim hazır formada olan ləvəngimizdir. Yəni, bax, göyəm turşumuz budur. İndi mən bunu çolpanın üzərinə sürtəcəm. Burada da qazmağımızı hazırlamışam yenə. Ki, vaxtımız getməsin, hazır bir formada çıxmışam qarşınıza. Xanımlar, burada da 1 kilogram bizim düyümüz var. Bu da bizim plovumuzun suyudur. Hamısını hazırlayıb çıxmışam ki, vaxtımız az getsin. Gözəl izləyicilərim, sizə sadəcə nə qalır? Rahat-rahat oturub, bu əməyə, əziyyətə qiymət verəsiniz və baxıb fikirlərinizi bildirəsiniz. Xanımlar, indi mən başlayacağım inşallah. Göyəm turşumuzdan toyuğumuzun üzərini, içini, çölünü, hamısını turşu ilə hazırlayandan sonra ləvəngimizi içinə yığım. Proses necə gedəcək, ardıcıl hamısını sizlə bölüşəcəm inşallah. Siz izləmədə qalın. Xanımlar, çolpamızın turşusunu vurdum, hər bir şeyi hazırdır. Qazmağımızı da belə hazırlamışam. Xanımlar, qazmağa nə gedibdir? Stəkan yarım un gedib, 1 ədəd yumurta, 1 xörək qaşığı dolu kərə yağı ərinmiş, 2 xörək qaşığı qatıq, 1 çimdik duz, 1 çay qaşığı da şəkər tozu tökmüşəm. Qəşəng belə bir qazmaq alınıbdır. Dedim, onu da tərkibini deyim, qazmağın dəqiqliyi ilə olsun hər bir şey. Gözəl izləyicilərim, çolpamızı qəşəng turşusunu vurdum, hazırladım. İndi mən başlayım bunun ləvəngisini yığım içinə. Burada ləvəngimiz çoxdur. Nə qədər gedəcək, mən hamısını göstərəcəm sizə. İnşallah, bismillah. Xoşumuz gəlir bizim, baxmayaraq ki, biz özümüz Qarabağlıyıq. Amma ləvəngi plovu da bizim ailədə çox sevilir. Uşaqlar gələcək bugün inşallah. Dedim, onlar üçün də elə yerinə düşdü. Ləvəngili plov eləyim. Allah hər bir kəsin evin ruzulu, bərəkətli, can sağlığı versin, süfrəsini dolu eləsin, bizlər də içində, ya Rəbbim. Əlimdən eləyəm. Əlimdən eləyəndə daha rahat olur. Xanımlar, siz də inşallah hazırlayarsınız.
Elə bir ərzaqlardır ki, hamının evində olan bir ərzaqdır. Düyüdür, töyüqdür, qozdur. Hamımızın Allaha şükür evində var. Çox şükürlər olsun. Əsas can sağlığı olsun. Allah o can sağlığını heç birimizdən əsirgəməsin. Gözəl xanımlar, göz haqqınızı halal edin. Bol ha bol qəşəng yığdım. İçini doldurdum ləvəngi ilə. Hazır. Səliqəli, hamısı qəşəng alındı. Xanımlar, bu göyəm turşusu məsləhət görərdim ki, ondan istifadə eləyəsiniz. Çox dadlı turşudur. Balıqda, belə ləvəngidə, ət xörəklərində çox qəşəng gedir. Xanımlar, mən aşımızın suyunu qoydum qazın üzərinə, qaynasın. İnşallah hazır olsun. Qəşəng aşımızı süzüm. Proses necə davam eləyəcək? Yerdə qalan işləri də hamısını sizlə bölüşəcəm inşallah. Suyumuz qaynadı xanımlar. Düyünü tökdüm suyumuzun üzərinə. Burada qəşəng yavaş-yavaş düyümüz biraz pişsin, özünə gəlsin. Yenə necə lazımdır, ardıcıl hamısını sizlə bölüşəcəm. Gözəl xanımlar, düyümüzü süzdüm, qəşəng. Tavamıza qəşəng ərinmiş kərə yağı tökdüm. 2 xörək qaşığı dolu. İndi qazmağımızı düzüm qazanımızın içinə. Bunu da dedim sizlə bölüşüm. Biraz xanımlar, bu videom uzun olacaqdı. Yenə də üzrlü sayın. Amma maraqlı olar yəqin ki. İzləyərsiniz inşallah. Xanımlar, bundan qabaq bir 3-4 videom salatlardan ibarət oldu. İsti xörəklərlə çıxmadım qarşınıza. İndi keçmişəm artıq isti xörəklərə. İnşallah Allah can sağlığı versin. Maraqlı videolarla gələcəm qarşınıza Allahın izni ilə. Siz sadəcə izləmədə qalın. Davamını yenə bölüşəcəm sizinlə. Xanımlar, qəşəng düyümüzü süzdüm. Burada aş süzənimizdədir, hazırdır. Töyüğümüz də burada hazırdır. Qazmağımızı da qazana düzmüşəm, qəşəng. İndi mən bura biraz düyü töküm qazmağın üzərinə. Mən töyüğü aşın ortasına qoyacağım inşallah. Onda daha dadlı olur. Hamısının dadı bir-birinə çıxır. Çox dadlı olur. Yenə deyirəm, Allah hamının evin rozulu bərəkətli eləsin. Ən önəmlisi can sağlığı versin hər birimizə inşallah. Allah hamının evində qazanı qaynasın. Suyu gəlmiş olsun. Yeməyi bişmiş olsun. Evi isti olsun, işıqlı olsun. Bizimkilər də ondan bahəm inşallah. Belə. Xanımlar, indi mən töyüğümüzü qoyacağım aşımızın ortasına. Bax, belə qəşəng. Sonra yenə təkrar düyümüzü tökəcəm töyüğümüzün üzərinə. Sonra qəşəng qoyacağım dəmə. Siz də izləmədə qalın. Yenə təkrar servis eləyəndə mən sizinlə görüşəcəm inşallah. Yenidən sizi xoş gördüm, mənim dəyərli, gözəl xanımlarım. Xanımlar, mən gəldim, çatdım videonun sonluğuna. Aşımız hazır oldu. Bu mənim plovumun hazır forması, dekor elədim. Ləvəngimiz, töyüğümüzün əti, qazmağımız. Çox qəşəng bir plov alınıbdır. İnanılmaz dadlı.
dadlı, ətirli, ləzzətli bir pulovdur. Siz də hazırlayın xanımlar. Soyuq aylardır, havalar da soyuyub. Pulovlar pişirin, istəyir ləvəngili, istəyir qaralı pişirin. Çox dadlı olur bu aralarda pulov. Xanımlar, bunlar da mənim yayda hazırladığım, qış üçün gördüyüm tədarüklərim idi. Heyva turşum, gavalı turşum və feyxua turşum. Bunlar pulovla çox dadlı gedir belə turşular. Bu da mənim hazırladığım leçom. Dadından doymaq olmayan leçom. Bunu mənim əzizlərim, yaxınlarım bilirlər. Çox ləzzətlidir. Həqiqətən də yayda qış üçün tədarik görmək mütləqdir. Bax, belə əlimizdən tutur soyuq aylarda. Xanımlar, bunu da yenə mən özüm yayda hazırlamışdım gilanardan. Gilanardan hazırlamışdım, tutmuşdum. Açdım. İçine pomidor, reyhan, petruşka və qırmızı soğan hazırlayıb tökdüm üzərinə. Bu da bizim gilanarlı salatımız. Aşla çox ləzzətli gedir. Bu da xanımlar mənim yenə yayda hazırladığım göyəm kompotumdur. Onu da açdım. Dedim, inşallah uşaqlarla bir yerdə nuş eləyərik. Xanımlar, göz haqqınızı halal eləyin. Allah yenə deyirəm, hər birimizin evimizi, süfrəmizi ruzlu, bərəkətli eləsin. Can sağlığı versin hər birimizə elə. Evimizdə bax belə gözəl-gözəl xörəklər hazırlayaq. Can sağlığını heç birimizdən əsirgəməsin. Xanımlar, ola bilsin ki, mənim bu videom uzun olacaq. Elə həqiqətən də uzun olacaq, amma baxmağa dəyər. Baxarsınız, fikirlərinizi bildirərsiniz. Mənim dəyərli, gözəl, şirin xanımlarım. Hamınızı çox istəyirəm, hamınız mənim üçün əzizsiniz. Hər birinizin ayrı-ayrılıqda qəlbimdə yeriniz var. Çünki mən sizə artıq alışmışam. Bir ailəyik. Sizin gözəl-gözəl fikirləriniz mənim üçün önəmlidir. Çox gözəl rəylər yazırsınız, fikirlər yazırsınız. İnanılmaz gözəl fikirlər yazırsınız. Allah hər birinizdən razı olsun. Mənim əziyyətimi, əməyimi qiymətləndirirsiniz. İnanırsınız, bugün mən o qədər əziyyət çəkdim. Bu plovu hazırlayınca video sarıdan. Belə çıxır, yenə deyirəm, səsim zəif gedir, rəngsiz alınır, birdən belə olur, elə olur, söndürürəm, təzədən başlayıram. Ona görə də çox əziyyətli bir işdir. Sadəcə həvəslə işləyirəm, amma yenə də mənim üçün xoş olur. Hazır videolarla gəlirəm qarşınıza, siz də əməyə dəyər verirsiniz, verin də. Allah hər birinizdən razı olsun, bizlərə də can sağlığı versin. Yenə gözəl-gözəl videolarla qarşınıza gələcəm inşallah. Öpürəm sizi, özünüzdən müğayət olun.